Aslında bu gün də vlog çəkməyəcəydim. Sadəcə elə belə kameranı yandırmışdım. Və üzü şəhər istiqamətində gedirdim ki, sifarişlər götürün, yəni proqramı açmışdım. Yəni bu günləri qətiyyən vlog çəkmə niyyətim yox. Amma bu qaqaşı gördüm yolun qırağında dayanıb. Biraz sürətim çox idi deyə biraz gec saxladım. Bildim ki, nəsə bir problem var onda. Problem nə ibarətdir? İndi özünüz görəcəksiniz. Sep çıxıb bir-birinə dolaşmışdı. Sep qırılır. Özün zadədirsən. Təbii ki, işə başlamazdan əvvəl proqramı söndürdüm ki, işin ortasında sifariş verməsin. Burada gördüm ki, sebje bir-birinə dolanıb. Bunu açmaq lazımdır. Var aşağıda. Yoxdur. Qaqaşdan yox cavabı alandan sonra getdim öz alətlər çantamı götürməyə və proqramı da söndürdüm. Ki, məndə həmişə açarlar üstümdə olur ki, belə hallar üçün. İlk növbədə sepin üstündə olan zaşitnik, yəni sep qoruyucu dəmiri, xırda boltlarını açdım ki, sepi rahat ora ulduzun üstünə otuzduraq. Mən 2-3 şeydən şübhələnmişdim. Birincisi sepin boş olmağından, ikincisi sepin çox tarım qalxılmağından, üçüncüsü qabaq ulduzun girməyindən şübhələnmişdim. Burada qaqaşla mən bir xeyli əlləşdik ki, sepi ulduzun üstünə otuzduraq. Mənim sonradan ağlıma gəldi ki, motosiklet skorusdadır da, yəni skorusda olanda təkər fırlanmır. Onu ruçnoy əvəzi, yəni ruçnoy kimi əvəz edir. O sonradan ağlıma gəldi ki, onu neytrala atmalısan ki, sepi ulduzun üstünə qoyanda təkər rahat fırlansın, əksər, arxa tərəfə, sep özü avtomatik otursun üstünə. Gördüm ki, qaqaş əziyyət çəkir o sepi oraya oturtmaqda. Bir dənə çarə qaldı ki, təkəri burada görsün, mayatnikdən elə o oxun üstündə bolt var, qurşu girin arxasında. Onu biraz boşaltdım və belə deyilsə, sepi saxlayan, təkəri saxlayan sağ-sol boltlarını da biraz boşaltdım ki, təkər tam boşalsın, təkəri mən qabağa itəliyim ki, orada sepin oturmağı üçün boş yer qalsın. Burada bildim ki, motosiklet skorusudur. Onu niyə görə bildim? Çünki poduşkalar, yəni bu təkərin diskin üstündə olan taşların üstündəki poduşkalar var. Onlar dağılanda təkərin elə bir ki, neytral kimi fırlanır da çox fırlanır, zazol çox olur. Amma elə bildim ki, neytraldır. O mənə anlamışdır.
Və artıq burada boltları sıxaraq sepi gərməyə çalışıram. Bir şey diqqət etməlisiniz ki, sol və sağ bolt, iki bolt var. Sol boltu misal üçün 5 diş fırladırıqsa, sağ tərəfdəki boltu da 5 diş fırlatmalıyıq ki, təkərin diaqonalı düz qalsın. Yəni sağa, sola meyilli olmasın. Burada Mayakinqin boltunu bir balda sıxıram ki, sepi gərəndə təkər yerindən oynamasın və düzgün istiqamətdə otursun yerinə. Burada isə tam mərkəzdən sağa və sola baxıram ki, təkərin sağ və sol tərəfə meyillilik olmasın, yəni düz oturduğundan əmin oluram. Və sepi yoxlayıram. Niyə görə sepi yoxlayıb sıxıram? Çünki seplər bir müddət sürülərindən sonra başlayır uzanmağa. Yəni uzanmağa nə deməkdir? Təkərə fırladırsan, sepin bir tərəfi bomboş olur, amma digər tərəfdən, yəni belə deyim sizə, təxminən 90 dərəcə fırladığınızda bir tərəfi biraz gərilmiş formada olur. Ona görə mən ən gərilmiş yerini tapıram ki, həmin tərəfdən sıxım. Çünki mən boşluğu çıxsam, təkəri tezdən fırladandan sonra sep çox tarım olur və bu həm motora ziyandır, həm dişlərə ziyandır, həm sepin özünə ziyandır, həm də ki, yəni bu çox gerilir, sep başlayır tezdən atmağa. Burada isə işi yekunlaşdırdıqdan sonra başlayıram Mayakinqin boltunu, yəni təkərin boltunu sıxmağa və onu düzgün şəkildə tam tarım sıxmaq lazımdır. Qəqəşdə bomboş idi. Düzgün sıxandan sonra izləməyə davam. Mayakinqin boltunu tam sıxdıqdan sonra sağ və sol boltları da, yəni sepin gərilmə boltlarını da tam sıxıram ki, drajinidən boşalıb düşməsinlər. Burada bilmirəm da yuxarı biraz troşka biraz boşaltılır ha. Çox zaman paduşkalar dağılır. Aysa. Bir də ki o tərəfə şey yoxdur, bundan yox kontur şey. Sağdan olur. Bu biraz boşalırdı. Aysa ha. Bundan bu tərəfə qoyubsa. Sen indi tanıdım, mototarla. Gelmişəm. Onu bağlıysan mı? Bağlıysan mı ya? Ya. Doğal kazanmışım. Şaybalı qabaqdan çıxandır. Qabaq tərəfdən çıxandır böyle. Daha çıxandır. Böyle de ikisine de şayba koyarsan da. İndi hara deyirsən, usta yanına? 28'e yenemezsin ya. Benim yavaş geleceğim. Sürat gittim yolda duruyor. Bakta kalktı kabak düştü. Onu gören fırsatına. Heç nə hərəkət istabil sürpası imkan eləd, opşu deyiş. Opşu 65 manat hayır. Çox sağ olun. Sağ ol. Belə anlamda setin oxumağa hərəkətlərdə olur. 200 şey var da setin oxumağının. 200 səbəb var setin oxumağında. Birinci səbəb
çox tarım sıxılır və sıxdırılır. İkinci səbəb çox boşalanda, boşalır və başlayır elastikli şeylərə, elastik olur və aktif şeylər. Sağ olun, sağ salamat. Alo. Ya çox boş olur. Boş olduğu təqdirdə elastikli yolu çəkdə başlayıb dan atır qırağa. Görə ki, qabaq ulduzda problem olur balaca ulduzlara, bir də bunun altında olan ulduzda. Və dişləri yiyilir, ya fərqi yoxdur, arxa ulduzun dişləri yiyilir, şey olur, başlayır, diş tuta bilmirək onu, atır. Offline olmuşum, online olmuşum. Belə onlarda da ona görə həmişə yanımızda açarlar olsun. En azından arxa şeye təkərə, yəni maya kütlü boşaltmaq üçün 17 və yaxud 19 açarlar gelir və 10'da basar. 10'da, 17, 19 açar olmalı yanımızda en azından. Olan yoxdursa, heç olmasa bir dənə və yaxud 2 dənə qaz açar var belə balaca. Onlardan alın 8-10 manat arasıdır. Yəni ki, böyle bir yerimiz yoxdur sanırım. Heç bir dənə ondan alın. Bir dənə kəlbətin, bir də aksesuar həmişə çantanızda olsun sizin. Bunu yəni nəzərinizə saxlayın. Ki, fövqəladə vəziyyətdə heç olmasa istəyi kimi özünüzü idarə edəsiniz. Misal ötürü qardaşım bəxti gətirdi ki, mən yoldan keçirib saxladım. Bir çox hallarda fikir verirəm ki, yəni motosikletçilər saxlamır da, yəni açırmamışlar. Saxlamayanlar da çoxdur. Ona görə öz tədarikimizi özümüz görməliyik.